Astara, Azərbaycanın cənub bölgəsində, Xəzərin sahilində yerləşən, təbiətin ən gözəl rənglərini özündə cəmləyən bir diyar. Elə bu gözəlliklərin içində fırçanın dili ilə danışan bir sənətkar, Firudin Quliyev. ...1947-ci ildə Astaranın bu sakit, dəniz qoxulu küçələrində doğulan Firudin müəllim uşaq yaşlarından rənglərə vurğun olub. Onun sənət yolu 1974-cü ildə Leningrad Ali Rəssamlıq Akademiyasına davam edib və orada klassik rəssamlığın sirlərini öyrənərək Azərbaycan təsviri sənətinə töhfələr verməyə başlayıb. 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan bu sənətkar illərdir ki, təkcə öz əsərləri ilə deyil, yetişdirdiyi gənc rəssamlarla da ad qazanıb. Hazırda Astara Dövlət Rəsm Qalereyasında rəssamlıq kurslarına rəhbərlik edir. Həm də heç bir maddi qarşılıq gözləmədən. Çünki onun üçün ən böyük qazanc sənəti yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Firudin Quliyevin yaradıcılığının ən təsirli layihələrindən biri Qurani Kərimin 114 surəsini həsr etdiyi tablolardır. Hər əsərdə bir surənin ruhu, bir ayənin işığı əks olunur. Bu günə qədər artıq 60-a yaxın tablo tamamlanıb. Onun əsərləri təkcə ölkə daxilində deyil, dünya sərgilərində də nümayiş olunub. Firudin müəllimin tabloları Fransada, Rusiyada, Latviyada, İranda və digər ölkələrdə sənət sevərlərin diqqətini çəkib. Firudin Quliyev təkcə rəssam deyil. O, bir fırça ilə ruhları danışdıran, Astaranın nəfəsini rəngə çevirən, gənclərin qəlbində sənət sevgisi oyadan bir insan, bir ömürlük sənət fədaisidir.